Bəli, mən Vüsal Kəlbəzəri bu günlərim 3083 nömrəli evdəyik. Xoş gördüm. Adın soyadın? Salahov Güloğlan söhbət oldu. Çox gözəl. Bax, gördünüz ki, bu günlərim Ayıb şirkəti buranın sıvağını inşallah bir müddət əvvəl veribdir simentini, qumunu və indi də yenə boyuna götürür ki, buranı sıvaq eləyəcəkdir inşallah. Bu günlərim 2026-cı il, demək 9-10 iyul tarixidir və inşallah içərini, gəlin keçək içəri bir dənə zəhmət olmasa. Bəli. Ağsaqqal, buranın sıvağına ehtiyac var yoxsa yoxdur? Yox, da bura sıvağı tutmur, açığı. Bəli. Sıvaq tutmadığına görə ev yiyəsi Həsənrız kəndindəyik biz. Buranın sıvağını istəmir, bir dənə bunun üst tərəfini istəyir və keçirik inşallah Krişa tərəfə. Krişanın çəkilişini eləməyə Ayıb şirkəti gəlibdir. Bəzi burada təmir işlərində problemlər var, indi onları düzəltməyə. Bəli, Ayıb şirkəti burada demək dam örtündə bəzi yerlərdə damcılama var, su axma var. Onlar da inşallah bu günlərin boyununa götürdü. Bu günlərin ustalar da sizə çəkib göstərəcəyik. Və bu günlərin buranın həm novlarıdır, həm qırağında orada üstündə təmir işlərini sizlərə göstərəcəyik. Bəli, bura Həsənrız kəndində. Demək, evin kodu neçədəmi? 83-30-dur da. 83-30 nömrəli evdə inşallah 83-80 eləmi? 30-83 nömrəli evdə inşallah təmir işləri gedəcəkdir. Eşq olsun dövlətimizə və Ayıb şirkəti də inşallah buranı inşallah bu günlərim onu sizə çək göstərəcəm. İnşallah təmir eləyəcəkdirlər. Təşəkkürlər. Ağsaqqal, başqa sözünüz, qulluğunuz? Sənin sözün qulluğum 6 dadır. Bu cəmaata mən dedim, hamısı dedi ki... İnşallah o təmir işləri gedəndən sonra narası yoxdur ki? Özüm elətdim. Başqa narası yoxdur ki, sıvaqdır, təmirdir, üstün dam örtüyü. Problem yoxdur ki başqa? Hamısını bilək, bax, bunlar hamısı düzəlməlidir. İnşallah, hamısını düzəldəcəklər inşallah. Təşəkkürlər, minnətdaram. Çox sağ olun. Onlar inşallah, bunlar düzələcək. O arko məsələsi inşallah başqa müraciətdir. Təşəkkürlər, minnətdaram, çox sağ olun. Əvvəllər bu evi Kibriyə adlı şirkət işləyibdir, amma sadəcə olaraq Həsənrızda bu günlərim Ayıb şirkəti olduğuna görə Ayıb şirkəti bunun yenidən inşallah düzəlməsini boynuna götürübdür. Təşəkkürlər, minnətdaram, eşq olsun bizim dövlətimizə, qanunlar. Bəli, bura 33-13 evdir, Ağdərədə, Həsənrızda. Demək, Həsənrızda boş evdir. Bax, görsün necə gözəl həyəti var. Adiyyəti olan orqana xahiş edirəm bunu. Evləri olmayan insana birinə verilsin. Gözəl bağıdır, bağçasıdır. Çox gözəl bağı, bağçası var. Suyuzadır. Bax, bu evdir. Qardaş, gözəl evdir də. Bunun nəyi var, nəyi pisdir. Bax, orada krişası da var. Həyəti silməlidir, o heç. Buna baxın. Bax, burası heyvandır. Bura hamam tualetdir. Bax, baxın bir dənə. Gördünüz. Buranın bəzi bütün imtikasları qoyulmuyubdur. Qoyulacaqdır inşallah. Xahiş edirəm, bu baxın imkanı ehtiyacı olana. Bax, görürsünüz, deyirlər ki, yerdən bax, görürsünüz, bir kubik yuxarıdadır. Bəli, lambirinlə, qəşəng otağı. Bura girişdir, kombi sisteminə qədərdir. Girişdən demək, sol tərəfdə kuxunadır, gözəl kuxunadır. Eşq olsun dövlətimizə, eşq olsun qanunlarımıza, eşq olsun Məcburi Köçkünlər Komitəsinə sağ olsunlar ki, bax, bu cür gözəl tikinti şirkətləri sağ olsunlar ki, bu cür gözəl evlər verirlər. Bana bax, lüst yerlərinə qədər var, qardaş, hamısı. Baxın, lüst yerlərinə qədər, işığına qədər, kombisinə qədər. Buradan da keçdim bir otağa. Bax, buradan bir otaqdır, qəşəng hər bir şey. Buradan da keçdim bir otağa. Bax, işığını da beğendirəm. Buna baxın, necə gözəl evdir, həyəti, baxırsan, gözəl. Baxın, buradan baxırsan həyətə, çox gözəl. Biz əl gəzmə, həyətçiləri ot görsəmənlikdir və xahiş edirəm, adiyyəti olan orqanlara, ehtiyacı olanlara verilsin. Xahiş edirəm sizdən, döyədənə xahiş edirəm. Bəli, çox gözəl evdir. Vallahi, dağçadır, necə olur. Buradan baxırsan, buna baxın, dağlar. Bəh, eşq olsun belə dövlətimizə. Eşq olsun bizim, bunu tikən şirkətə. Bəli, cənab prezidentimiz eşq olsun, Məcburi Köçkünlər Komitəsinə sağ olsun. Bəli, gözəldir. İnşallah. İnanırıq ki, və tezliklə inşallah burada bir ailə köçər. Allah qoysa gözəl saz aşığı ilə, qarmonla gəlib bu ailəni sevindirərik. İnşallah.